Demiyor konsert. Sevdiğim kadar elədir. Yılman müəllim var. Bunlar həqiqətdir. Pərviz qardaşım da bilir. Komisiya, bu pullar hamısı komisiyanın, Seymur müəllimin komisiyanın sədri idi. Onun iştirakindən 5 nəfər imza edir buna. 1 nəfər yox, 5 nəfər. Seymur müəllimin 50 nəfərçilərini pullar. Xərc də orada, pul da orada. Bu olan şeylər, tarixi şeylərdir. Bir də Elman müəllim var, Bəndatma İdarəsi müdürü. Bir maşın bizə siment göndərdi. Bir maşın. Düzdür, bir də mən Həsən doktor var, bizim başhekim. Həsən doktordur bildiyim qədər onun adı. O Həsən doktor axırda ustaya yazmışdı ki, köməyində borclu o fədaya. O da çağırdı o pulunu orada verdi. Özü də eşitmişəm ki, o bizi başhəkimdən 100 manata borc alıb o pulu verir. Bu bizə böyük hörmət. İndi bu işlər davamlı olmalıdır. Biz dedik, bunlar elədi. Hələ bizim İsmailovlar var, İsmailovlar, iş adamları sağ olsunlar. Onlar atlarını çəkmək istəmir, amma çəkilməyə dolanmalı. Sonra bizim elə iş adamları var ki, inciməsin, hamısı mən yadında qala bilməz. Məsələn, Ənvər doktor var idi, müəyyən qədər vəsait verdi, köməkdə. Dinazuzun partiyasının sədri Varis müəllim ilk o töhfəni Varis müəllim verdi. Allah onda kömək olsun. Burada Ramil müəllimə də salamlarımı getirirəm deputatımıza. Kamal müəllimi də bu yaxınlarda məktəbdə oldu, Dərmançad məktəbində. 7-ci sinif uşağının bir istəyi var idi, kompüter. Kamal müəllim o yerində həll elədi. Və idman meydançamıza 22 forma, 2 top, 2 dənə setka söz verdi ki, bu yaxınlarda əməl edəcək. Sağ olsun, Allah kömək olsun. Ümumiyyətcə, Cənab başçı həmişə bu kəndə diqqətlidir. Bu başçı, bizim başçı deyir ki, o kənd məhkətdir. Mən müharibədə bəyə qoy deyirdim. Şahmən, and olsun Allaha icra edəcəm, bizə tapşırdı da siyahı verilirdi. Nə qədər adamlar gəlir ki, mən müharibə yapar. Nə qədər adamlar gəlirdi ki, bir dənə adam bu kətdə gəlib yalvarmadı ki, mən saxla filan elə. Bu kətdən elə bir şeylər olmadı. İndi bir iki nəfər oldu, da hamı bilir, tarixdir, bu gizlətmək deyil, bu eləyirləsin. Amma 47 uşaq getdi buradan 2-ci Qarabağ müharibəsinə. 2-ci Qarabağ müharibəsinə. 47 dənə müharibə veteranımız var. Mən sizin, mən yenə də Allahdan rəhmət edirəm bütün şəhidlərimizə. Bu muzeyində olduğumuz, yəni bu gözəl yer ayrılmışsınız, muzeyi təşkil eləmişsiniz. İl muzeydir bura. İl muzeyində. Müqəddəs yerdir. Bura tez-tez gəlib ziyarət olmalıdır. Və həm ev sahibinin, həm də ki, bəlkə də hansısa problemi məsələləri elə bu ocaqda həll olunması. Mən Pərviz qardaşımın həmişə gəlib deyirəm, bir kere də çayın içirəm. Belə gəlib bir işdə deyirəm. Mən bir şey deyirəm sizə, söz danışıb, söz verib əməl eləmək üçün işə də keçmək lazımdır. Sözdən işə keçmək lazımdır, əlbəttə ki. Biz birlikdə daha güclüyük. Tək adam heç eləyə bilməz. Tək mən oturup bir şey deyim, ham desin ki, maddi maraq var. Amma komisiya yaratsın şu anda. O pullar komisiya yığılsa, orada heç kim söz deyə bilmir. Çünki komisiya var, o pulu yığan var, o pulu xərcləyən var. Xərcləyən var. Onda olsa, onda güclüyük. Tək adam güclüdür. Hər öz səngəndə sağ olsun. Allah sizi var eləsin. Sağ olun. Təşəkkürümü bildirirəm. İcra nümayəndələrindən, rəhbərlərdən, kənd adından hamımıza təşəkkürümü bildirirəm ki, siz də məni dəvət elədiniz bura. Bir yerdə muzeyi ziyarət edək. Mən nəvəmin də olsun ki, sözü var. 9-cu sinif şagirdlidir. Qaratəpə kənd orta. Laf yaxşı. Adınız? Cahangir Əsəd. Məqsədiniz? Polis akademiyası. Polis akademiyası. İşiniz avand olsun. Gözəl. Asayişimizi qorumaq olsun bizə. Ürək sözləriniz varsa. Allah arasın əsəd. 44 günlük müharibədə bir çox əsgərlərimiz şəhid olmuşdur. Onunla belə Qartəpə kəndimizdə də Məmmədzadə Toğrul da şəhid olmuşdur. Allah rəhmət eləsin, Allah ailəsinə səbir versin. Pərviz müəllim də Allah sizin də səbir versin. Yəni cəmiyyət olsun, məqamı ucu olsun. Bəli. Bizim döyünən ürəklərimizdir, o şəhidlərimiz. Biz həmişə onlarla qürur duymuşuq. Belə vətənpərvər övladları olan heç vaxt basılmayacaq. Artıq biz suveren dövlət vətəndaşlarıyıq, torpaqlarımızı azad eləmişik. 200 ildən artıq biz torpaq həsrətində idik. Son 30 ildə də bizim İlham bəydir bu yalanlardır. Yəni, xalqımız deyir ki, biz torpaqları nə vaxt alacaq? Ona görə prezidentimiz Cənab İlham Əliyev bir söz var. Nəyə nə vaxt eləmək lazımdır, onu mən də yaxşı bilirəm.
Və uzun illər, bəlkə də 20 il, 30 il bizim deməli BTX deyirlər də. Onlar hamısı Pakistanda, Türkiyədə hərbi kurslar keçdilər. Və həmin o kursu keçən bizim zabitlərimizin yüksək səyi və qəhrəmanlığı ilə biz bu torpaqları aldıq. Ona görə heç bir şeyə tələsmək lazımdır. Onu əldə etmək üçün dövlət iqtisadi qüdrəti buna cavab verməlidir. İqtisadi cəhddən biz güclü olmalıyıq. İqtisadi cəhddən güclü olan dövlət heç vaxt basılmaz. Çox sağ olun, bir də təşəkkür edirəm. Yəni bir dənə də deyim ki, sizə o qədər düzgün təşkil olunmuşdu, bu düzgün vətənpərvər ruhunda işlər düzəlmişdi ki, insanlar ruhla müharibə, bu kənddən biz neçədə insanlar bizdən küsdü, incidi. 5 oktyabrda Allah qismət elədi. Mən də o Füzuli bölgəsində iştirak eləmək oldum müharibədə. Bir günlük müharibədə. Mən onda gördüm ki... Antiterror əməliyyatında 2023-cü ilin 19 sentyabr antiterror əməliyyatı oldu. Bir günə həmin o antiterror əməliyyatını məhv elədi. Ondan sonra da 20 sentyabr, bu deməliyəm də 20 sentyabr hər il qeyd olunur, suverenlik günü. Suverenlik günü kimi qeyd olunur. 5 oktyabrda biz Fatma xanımla birlikə Füzuli rayonunda şəkillərimiz var, muzeyə verildi. İlk şəkilimiz Zeynal Nağdaliyevə göndərilib. Fatma xanım müharibə veteranlarını istəyir. Deməli, ora getdik biz. Mən onda sözüm var ki, sözüm əsas məqsədim odur ki, Allah insanlar adamı necə qarşılayır? İnsanlar adamı elə o qədər uşaq da əlində gül dəstəsi. İndi ona görə üzr istəyirəm İlham müəllim. Ona görə də həmin o xalqın nümayəndələri o etibardan doğrultmaq lazımdır. Hansı ki deyirsiniz ki, özləri neçə can nişanlıq elədi, onların etimadını doğrultmaq lazımdır.